Gələcəkdə marketinq sahəsində işləmək istəyənlər üçün məsləhət istəyirdiniz və bəzi məsləhətlər vermək istəyirəm. Birinci məsləhət budur ki, mütləq və mütləq şəkildə brendləri yaxşı tanımalısınız. Yəni ki, fərqi yoxdur istifadə etdiyiniz və yaxud istifadə etmədiyiniz brendləri tanımaq. Bəzən insanlar brendləri tanımağa çəkinirlər, amma yəni ki, bu çox böyük bir səhvdir. Misal üçün, mənim yadıma düşür ki, mən Nike ayaqqabıları paylaşmışdım. Səhv eləmirəmsə 400 manata almışdım onun qiymətini. Bəzi izləyicilərim mənə yazdılar ki, ona niyə o qədər pul vermək olar? Yəni ki, onun fake'ləri də var, onun ucuz versiyaları da var. Niyə ona o qədər pul vermirsən? Bax, belə bir şəxs mənim fikrimcə heç vaxt yaxşı marketoloq ola bilməz. Çünki o məhsulları bir-birindən fərqləndirməyi bacara bilməyən bir şəxsdir. Ona görə maksimum şəkildə mən məsləhət görərdim ki, məhsulları tanımaq üçün pul xərcləməkdən qorxmayın. Və bu, əgər sırf həqiqətən də marketinq sahəsinə getmək istəyirsinizsə. Bunu da qeyd edeyim ki, marketinq sahəsi təkcə o demək deyil ki, sən məhsulları tanıdın, bununla da işin qurtardı. Xeyr. Məhsulları tanımaqla da qurtarmır. Şirkətlərin, brendlərin necə pul qazandıqlarını, necə gəlir əldə etdiklərini də öyrənməlisiniz. Revenue model deyilən bir şey var, onu öyrənməlisiniz. Şirkətlər öz sahələrində marketinqi necə istifadə edir? Misal üçün, söhbət elə yenə Nike ayaqqabısından gedirsə, onlar kimi keyfiyyətli ayaqqabı tikən şirkətlər yüzlərlədir, minlərlədir. Niyə onlar bu qədər populyardır? Və marketinq hansı rol oynayır burada? Bax, bunu araşdırmalısınız, bunu öyrənməlisiniz. Xüsusilə də hələ universitetə girməmiş və yaxud universitetə oxuyan gənclərə məsləhət görərdim bunu. Yəni, o mənim nəyimə lazımdır, ona pul xərcləyim. Bu şəxs bəlkə başqa şeydə uğurlu ola bilər, amma marketinq sahəsində uğurlu ola bilməz. Çünki marketinq sahəsində o şirkətin içinə girib, brendin içinə girib, o məhsul niyə satılır, o məhsul ümumiyyətlə niyə var, niyə populyardır, onu yaxşı bilmək lazımdır və şirkət necə pul qazanır. Düşünməyin ki, bu marketinqə aid deyil. Xeyr, marketinqin böyük bir hissəsidir bu. Market research deyilən bir şey var. Marketinqə aid maraqlı videolar görmək istəyirsinizsə, rəylərdə yazın, davam edərik. Və son olaraq belə bir sual vermək istəyirəm. Bu videoda mən hansı brendləri istifadə elədim və sizcə bu video əməkdaşlıqdırmı? Əməkdaşlıqdırsa niyə, deyilsə niyə? Rəylərdə yazın. Görün marketinq bilikləriniz necədir?